Salam Amiya. Sınaq paylaşmışdım 7-ci siniflər üçün. Deməli 7 idi səhv eləmirəmsə. Onun izahına baxaq. Belə bir sual var idi orada. Və suallar qarışıq düşüb PDF-də. Hə. Deməli, burada məsələ nədir? Baxın, əlimizdə əgər x üstəgəlsin 1/x varsa, sən də buradan mümkün qədər onu əldə etməlisən. Bu da məxrəcdə görünür. Çünki sürətdə elə bir şey yoxdur. Məxrəcdə hər birini bunların x-ə bölsən, bax x kvadratını x-ə bölsən x alınacaq. Bunu x-ə bölsən 1/x alacaq. Aha. X-la 1/x yarandı. Deməli, nə etməlisən? Həm məxrəci də x-ə bölməlisən. Məxrəci x-ə özündən bölmüsən axı. Onda sürətdəkini də x-ə bölməlisən. Yəni belə. Sürətdəki 8x-i x-ə bölməlisən. Bölünsün. Bunu da hər birini x-ə bölmək nə deməkdir? X kvadratını x-ə bölməlisən. Çıxmalısan 8x-i x-ə bölməlisən. Yəni hər birini x-ə bölürəm. Üstə gəlsin 1-i x-ə bölməlisən. Bərabərdir. 8x-i x-ə böləndə x-lar ixtisar gedir. Qalır 8. Kəsir xətti. X kvadratını x-ə böləndə qalır x. Burada da 1/x var. Onu bir yerdə yazıram. Yəni x üstə gəlsin 1/x. Və burada da qalıb mənfi 8x bölü x. Burada ixtisar gedir. Qalır nə? Mənfi 8. Çıxılsın 8. Artıq asanlaşdı. Bərabərdir. Buranı silək. Məndə alınıb deməli 8. Bir də 1 x üstə gəlsin 1/x. Onun da qiyməti var da səndə. 10. Alınır burada məxrəcdə 10. Burada bir dənə çıxma 8 var. Çıx 8. 10-dan 8-i çıxanda neçə eləyir? 2. 8-i bölürsən 2-yə. Sənin cavabın 4 eləmiş olur. Yəni bu sualın cavabı 4. Növbəti sual. Bu sualda tənliyi həll eləyir. Heç nə, müxtəsər vurma düsturuna görə birincini açıram. Eləyir 2x-in kvadratı 4x kvadratı. Üzərinə gəlirəm. 2x-i 7-yə vuranda 14x. Bir dənə də 2-yə vuracam. 2AB dax. 28x. Üzərinə gəlirəm. 7-nin kvadratı 49-u. Və buradan da çıxılsın 4x kvadratı var. Bərabərdir 21. Sən burada görürsən ki 4x kvadratları islah olur. 0. 28x bərabərdir. 21-dən də bu 49-u çıxanda mənfi 28 olur. Mənfi 28-i 28-ə bölmək x-in mənfi 1 olması deməkdir. X-i tapdınsa tənliyin həllidir. Yəni mənfi 1 cavabımızdır. Növbəti. Çoxhəllisini çoxhəlli şəklində deyir göstərin. Burada əslində diqqətlə baxsaz, yəni burada bütün suallar, düsturlar diqqətə tələb olunur. Yəni diqqəti ölçmək üçün düsturlar. Yoxsa əzbər yox. Baxın, diqqətlə baxsam belə bir şey harda var? Yəni hansı düsturda bu var? 2 hədd burada, 3 hədd burada. Təbii ki, kublarda. Sən də fikirləşirsən ki, bəlkə bu düsturdur 3y-in kubu çıxılsın 2x-in kubu. Bəlkə bu düsturdur. İndi yoxlayaq. Hələ bir yoxlayaq. Bərabərdir. Yoxlasan baxırsan ki, bəli, sən 3y-in kvadratını buraya yazmalıydın. 3y-in kvadratını 9y kvadratı buraya yazmalıydın. 2x-in kvadratını buraya yazmalıydın. 4x kvadratı. 3y-i 2x-ə vuranda, mənfi 2x-ə vuranda, mənfi 6. Daha doğrusu vuranda bura üstəgəl olur da, düsturda, kubda. Üstəgəl olacaq. 2x-i 3y-ə vuran 6x-y. Aha, deməli kub düsturuymuş bu. Yəni onda bu düzdür, bu yazdığımız. Düzdürsə onda 3y-in kubu olacaqsan da 27. Y-in kubu çıxılsın 2-nin kubu 8x kubu. Bu olacaq cavabımızda. 27 y kub çıxılsın 8. Yəni cavab burada C variantı. Yəni düsturu görmək lazım. Növbəti. Ulçun yenə bir şey almalıyam ki, iki ədlinin kvadratı olmalı. Yəni nəyinsə kvadratı olmalıdır bu. Nəyinsə kvadratısa burada üstəgəl 9 var da. Yəni 9 nəyin kvadratıdır? 3-ün. Burada üstəgəllərsə burada bir 3 var. İndi fikir verin. Burada da bir, məsələn, hər hansı bir ulduzdursa, ulduz deməyək də, hər hansı bir hərfdir burada da, tutaq ki, x-dir. X-dir yox, elə x olmalıdır. Çünki burada x olsa, baxın, burada ən azından bir dənə x olmalıdır. Çünki 12x yaranıb ortada. Üstə x yoxdur, bunda bir dənə x olmalıdır. İndi baxaq. X təkdir yoxsa yox? İndi 3-ü x-ə vuranda 3x, 2-yə vuranda 6x. Deməli, burada 2x olmalıdır. Fikir verin mötərizədə. Çünki 2x-i 3-ə vuranda
6x özümüzdən 2AB daxil düsturda. 2-yə vursaq 12x ortadakını almış olacaq. So, bunu açanda da ulduz hardadır? Yəni birinci yerdə də. Yəni 2x-in sən demə kvadratı olmalıdır. O da 4x kvadratı ilə başlamalıdır. Yəni ulduz 4x kvadrat olmalıdır. B variantı. Sonra 2002-yə bölünən ifadəni tapın. Bu kublar düsturudur. Birinciyə baxsaq elə A variantına. Birincinin kubu düsturuna görə nə deməkdir? 2001 üzərinə gəlinsin 2003 mötərizəni bağladım. Burada falan filan kvadratda falan. Elə sən bir də birinci mötərizədən alırsan ki 4004 hansı ki bu da 2022-yə tam bölünür. Yəni cavab burada elə A variantı olmuş olacaq. Yəni kub düsturda buranı yazmaya ehtiyac yoxdur əslində. Çünki vuruqlardan biri bölünür 2002. Hansı bərabərlik eynidir? Yəni bərabərlikdən hansı doğrudur? C variantına baxsaq, bir-bir yoxlasaq, C variantına baxsaq, bu iki ifadəni bir-birinə vursan, A çıx 3-ü A çıx 5-ə vursan, olacaq A kvadrat. Deməli, çıx 3A, çıx 5A, çıx 8A. Mənfi 3-ü mənfi 5-ə vuranda eləyəcək, müsbət 15. Bir dənə də burada düstur var, üstə gəl 1. Üstə gəlsin 16 olacaq. Həqiqətən də sağ tərəf 8A. A kvadrat çıx 8A üstə gəl 16-dır. Burada sol tərəfdə eynidir. Deməli, eynilikdir bu. Növbəti, sadəcə müxtəsər vurma düsturudur. 2-də 1 x-in kvadratı 4-də 1 x kvadrat verəcək. Ona görə sən də C, B getdi. Və ortada çıxma olacaq. Çıxma nədir? Bunların hasili. Baxın, 2-də 1 x-i vuracam, ortada çıxma olacaq. 2-yə, daha sonra 2y-ə, özümüzdən də bir dənə 2-yə vuracam. Burada 2-lər gedəcək, olacaq nə? Çıxılsın 2xy. Məsələn, bu da səndə A variantında verilib. Həqiqətən yoxlasaq, 2y kvadratının da 4y kvadratının olduğunu görərik. Növbəti, tənlikdə biz bilirik ki, bu ikisi müxtəsər vurma düsturudur. Birincinin kvadratı çıx, ikincinin kvadratı, yəni 2x-in kvadratı çıx, 4x kvadratı çıxılsın, birincinin kvadratı, digərin kvadratı, yəni 1-in kvadratı 1. Çıxılsın, bir dənə də burada 4x kvadratı var. Bərabərdir 1 çıx x. Sən bilirsən ki, 4x kvadratları islah oldu. Deməli, 1 çıx x bərabərdir. Burada mənfi 1 qalıb. Mənfi 1-ə. X da buradan bərabərdir. Müsbət 2. 1-dən 2 çıxanda mənfi 1 eləyir. Bəsam. İfadəni sadələşdirin. Yenə müxtəsər vurma düsturuna görə bu 25x kvadratdır. 5x-i 3-ə vuran çıxılsın olmalı düsturda. 5x-i 3-yə vuranda 15x, 2-yə vuranda 30x. 30x. Üstə gəlinsin. Deməli, 3-ün kvadratı 9. Bir dənə də axırda çıx 9 var. Çıxılsın 9. Bir də buradan görürəm ki, 9-lar islah olur. 25x kvadrat çıx 30x. Deməli, B variantına verilir. Növbəti tənliyi həll eləyin. Yenə, müxtəsər vurma düsturuna görə bunu atsam 9y kvadrat. 3y-i 5-ə vuranda 15y, 2-yə vuranda üstə gəlsin 15, daha doğrusu 30 y, üstə gəlsin 5-in kvadratı 25. 9y mötərizəyə burada vursam atsam. Çıxılsın 9y kvadrat. Axı mötərizənin qabağında mənfi var ona görə. Çıxılsın 9y. Çıxılsın 9y. Bərabərdir 4. Deməli, mən görürəm ki, 9y kvadratları islah oldu. 30y-dən 9y çıxanda 21y bərabərdir. 4-dən 25 çıxanda mənfi 21. Mənfi 21-i 21-ə bölmək y-in mənfi 1 olduğu deməkdir. Tənlik həll oldu. Sonra A üstə gəl B ifadəsini almaq üçün A çıx B kvadratına hansı ifadəni əlavə etmək lazım? Deməli, birinci yazıram A çıx B-nin kvadratının düsturunu. A kvadrat çıxılsın 2AB üstə gəlsin B kvadrat. Mən buna nəyisə əlavə eləyəcəm? Tutaq ki, nəsə alınmalıdır. Bunu almaq üçün deyir. A üstə gəl B-nin kvadratını almaq üçün. İndi digər düstur, üstə gəlin olan düstur. Deməli, nəyisə əlavə eləyəcəm? Almalıyam A kvadrat üstə gəlinsin 2AB üstə gəlsin B kvadrat almalıyam. Məsələn, mən də görürəm ki, bərabərliyin sağ solunda A kvadrat, B kvadratlar varsa, bunları nəzərə almıram. Mən deməli, tənliyim budur. Mənfi 2AB üzərinə nəsə gəlməlidir. 2AB olmalıdır. Mən də görürəm ki, buradan x 4AB, müsbət 4AB olmalıdır. Yəni, cavab A variantı. Növbəti çox bəsit bir sual. Müxtəsər vurma düsturuna görə 100-dən bir dəfə 98 çıxırsan, 2 eləyir.
100'ün üstünə 98 gəlirsən, 198 eləyir, bərabərdir. Bu əgər 2A-dırsa, deməli 2-yə uyğun 2-dirsə 198-ə uyğun nədir? A-dır. A nədir? 198. A-nı tapdıq. Çox ədlisi x-in hansı qiymətlərində 2 ədlinin kvadratı olar? Bunu çox uşaq, belə deyək də, mən öz şagirdlərim, tələbələrim izahla yazıb, amma yəqin ki, əvvəldəki bu üstəgəl çıxmanın niyə belə olduğunu bilməyib. İndi baxaq. Sən bilirsən ki, 2 ədlinin kvadratı olmalıdır. Bəli. Nəyinsə kvadratı olmalıdır da bu. 16-da 9 qəşəngdir. 4-də 3. 4-də 3. Sonra %25. %25-də %25B. 4-də 1-dir da bu. 4-də 1 də 2-də 1-dir. Burada olmalı 2-də 1. Burada olmalı 2-də 1. İndi fikir verin. A kvadratı dediyi üçün bir də B kvadratı dediyi üçün. Sən bilmirsən ki, A ilə B-nin işarəsi nədir? Mənfinin də kvadratı müsbətdir. Yəni A ilə B ikisi də mənfi olsa, olacaq nə? Mənfi, mənfi. Müsbət verəcək. A ilə B ikisi də müsbət ola bilər. Ona görə sən bilmirsən. Ona görə burada A-nın bir də B-nin hasilinin nə olduğunu bilmirsən. Yəni mötərizədə bunları bir-birinə vuranda işarə olaraq burada çıxma yoxsa üstəgəlmə olacaq, bilmirsən hələ ki. Çıxma yoxsa üstəgəlmə. Üstəgəlmə, çıxma qoyuram. İndi əslində ora yox, A-nın işarələrinə görə də, yəni üstəgəlmə bura olacaq, çünki bizim sualda üstəgəldir. İndi bunları ortaya hansı hissəsini yazacağam bu hissəsini? Bunların hasilinin 2 qatını. Yəni 4-də 3-ü, 4-də 3 A-nı vuracam 2-də 1 B-yə, vuracam 2-yə. Çünki 2 AB-dir düsturda. 2-lər gedəcək. Olacaq 4-də 3 bərabərdir 4-də 3 AB. İndi sən də 4-də 3 AB-ni tapmısan, tapmağına. Seçmirsən A variantını. A-nın B-nin işarəsindən asılı olaraq, A-nın B-nin işarəsindən asılı olaraq. Məsələn, A mənfi ədəddə ola bilər, kvadratı olsun, müsbət. Müsbət ədəddə ola bilər, kvadratı müsbət olsun. Ona görə də A-nın B-nin işarəsini bilmədiyin üçün sən əvvələ müsbət və mənfi qoymalısan mütləq. Belə deyək də, yəni A-nın kvadratı modulda. Modulda A-nı verməlidir. Çünki modulda A-nın kvadratını verməlidir. Çünki A-nın işarəsini biz bilmirik. A-nın B-nin işarələrini biz bilmirik. Ona görə də 4-də 3 AB alandan sonra qarşısına mütləq müsbət və mənfi qoymaq lazımdır. Ona görə A variantıdır. Sonra burada uşaqlar başqa yola atıblar. Qəşəng yol idi əslində o da. Amma əslində buradan ehtiyac yoxdur. Bax, bu B kvadrat çıx 4 var ha. Bunu parçalasam mən əgər B çıx 2, bir də B üstəgəl 2, düzdürmü? Müxtəsər vurma düsturudur da. Və çıxma ikisini buna versəm, birinciyə, üstəgəl ikisini də buna versəm, olacaq kub düsturu. Bax, B çıx 2, bir də B kvadrat üstəgəl 2, B üstəgəl 4 var. Bu kub düsturudur. B-nin kubu çıxılsın 2-nin kubu. 8. Bu belə oldu. Vurmalıyam. B üstəgəl 2-ni də bu birisinə versəm, bu da kub düsturudur. Yenə B-nin kubu üstə gəlsin 2-nin kubu. 8. Kubu. Kubu üstə gəlsin 8. Əvvəlcə bunları vursaq, bu da birincinin kvadratı çıx 2-cinin kvadratı. Yəni nə olacaq ki burada? B3-ün kvadratı olacaq B üstə 6 çıxılsın 64. B üstə 6 çıxılsın 64. D variantı. Növbəti. Bunu da tələbələr 212-ni hesablayıblar. Ehtiyac yoxdur uşaqlar 212-ni gəlib tapmağa. 212 nəyin kvadratıdır? Baxın 206-nın kvadratıdır da. 206-nın kvadratı çıxılsın 1-in kvadratı yazsaq müxtəsər vurma düsturudur. Bir dəfə 206-dan 1 çıxaram. Bir dəfə 206-nın üzərinə 1 gələrəm. Məsələn, bu da bərabərdir. 206 neçə eləyir? Yəni əzbərləmişsiniz. 64 eləyir. 63 kimi yazaram onu. Vurulsun. 264 idi də üstünə bir yanda 65 kimi yazaram. İndi fikir verin. 63 21-ə bölündüyü üçün n ədədi özü 21-ə bölünəcək. Ədədimiz budur da. Ədədimiz bu şəkildədir. 65 13-ə bölünür. Bu getdi. 45 yaratmaq üçün 63-ün içində bir dənə 9 var. 65-in içində bir dənə 5 var. Vuruğu. 9 vurur 45 demək 45 ilə bölünəcək bu. 11 bölünməyəcək, cavab budur. Çünki 11 vuruyor. 5-ə bölünəcək də 65 5-ə bölünür. Vəssalam. 63 vurur 65 ədədi 11-ə bölünənməz.
Növbəti. Bu isə özü düsturdur. Bir dənə diqqətlə baxsaz. Bax bu A olsa, bu A. Bu B olsa, bu B. Nə oldu burada ortada? 2AB. Deməli bu düsturdur əslində. Necə? A-mız 6 çıxılsın 2x-dir. Və ortada da çıxılsın 2AB hissəsi yaranır. Baxın, çıxılsın 2AB hissəsi. Onda çıxılsın nə olacaq? Deyə bu. 7 çıxılsın mötəzədə yazıram. 7 çıxılsın 4x. 7 çıxılsın 4x. Yəni A budur, B budur. Çıxılsının mötəzə kvadratı. Mötəzə kvadrat. Bərabərdir. Deməli 6-dan 7 çıxıram. Neçə eləyir? Yəni buradan yazaq. 6-dan bunu B variantı seçiblər. Yəqin ki, çoxu bilməyib niyə B-dir. 6-dan 7 çıxanda mənfi 1 eləyir. Mənfi 2x. Burada mənfi üstə gəl 4x olacaq. Yəni burada mənfi 2x üstə gəlsin 4x olacaq. O da nə verəcək bizə? Müsbət 2x. Olacaq üstə gəlsin 2x kvadrat. Bax görürsən bu cavab yoxdur orada. Bax bunu şagirdlər mənə demədi ki, cavab yoxdur orada. Yəni bilmirəm başa düşüblər yoxsa elə B variantı oxşardı ona seçiblər. Bax bu cavab orada yoxdur. Yəni bu cavabda baxın, yəni bu cavab 2x çıx 1-in kvadratı deyək də. Bax eyni şeydir bunlar. Hə, uşaqlar, cüt dərəcədirsə, bax cüt dərəcədirsə bunları yeni dəyişə bilərəm. Bax bu çıxmalarını yeni dəyişə bilərəm. Yaza bilərəm belə bir şey. 1 çıxılsın 2x-in kvadratı. Yəni baxın başqa sözlə baxın 5-dən 3. Rəqəmlər 5-dən 3 olsa, 5 çıxılsın 3-ün kvadratı da 4-dür. 3 çıxılsın 5-in kvadratı da elə 4-dür. Vəssalam. Deməli cüt dərəcədirsə bunların yeni dəyişmək olur. Ona görə sən aldığın tənlikdə 2x çıx 1-in kvadratı almısan, amma cavabda yoxdur. Baxın, cavablarda yoxdur 2x çıx 1. Ona görə yeni dəyişə bilərsən. 1 çıxılsın 2x-in kvadratı götürə bilərsən B variantı. Yəni cavabların bu formada olmağı sualı gözəlləşdirir. Növbəti, bu isə kub düsturudur. Diqqətlə baxsan. Bizim A-mız bu olsa, B-miz də 1 olsa, bu kub düsturudur. Diqqətlə baxsaz bu kub düsturudur. Yəni onda belə olacaqdır. A-mız A plus 1. Kub düsturuna görə burada çıxma olduğuna görə çıxma olacaq. Çıxılsın. B-miz də 1-dir. 1. Bunun mötəzə kubu düsturudur. Vəssalam. Bonus bir dənə əlavə bir dənə yol deyəcəm sizə. Burada birlər ixtisar getdi. Qaldı A-nın kubu. Ən asan yolu budur. Olacaq cavab D variantı. Başqa bir yolla mən bu suallarda variant varsa, əgər variantlarda fərqlilik varsa, nə edirəm? Məsələn, mən bunu A-nın mənfi 1 olduğunu qəbul edirəm özümdən. Bura sıfıra çevriləcək, bura sıfıra çevriləcək, bura sıfıra çevriləcək mənfi 1 qoyanda. Nə alınacaq axırda? Bir dənə mənfi 1 qalacaq. Variantlarda A-nın yerinə mənfi 1 qoyanda mənfi 1 eləməlidir. Bu da yalnız D variantındadır. Çünki A-da ödənməyəcək. B-də ödənməyəcək. Burada ödənməyəcək, düzdürmü? Burada da ödənməyəcək bax. Yəni fərqli bir dənə variant D variantı oldu. A-ya mənfi 1 verəndə nəticə olaraq sən mənfi 1 alırsansa, burada da A-ya mənfi 1 variantlarda mənfi 1 almalısın. Növbəti, bu sual təəssüf ki, çoxları yazmadı. X kvadratından Y kvadratını çıxmaq sənə düsturu verirmi? Verir. Hansı düsturdur? X kvadrat, X çıx Y, bir dəfə də X üstə gəl Y. Sən zaten X-lə Y-in bunlar olduğunu bilirsən. Onları qoyursan yerinə. Yəni mötərizə X-in yerinə 5 üstü 17, 5 üstü 17, üstə gəlsin 5 üstü mənfi 17, çıxılsın Y. Yəni 5 üstü 17, çıxma buradakı nə edəcək? Üstə gəlmə eləyəcək. Üstə gəlsin 5 üstü mənfi 17. Bu birinci mötərizədir. Baxın buradır. X çıxılsın Y hissəsi idi. X çıxılsın Y hissəsi idi. İndi isə X üstə gəl Y hesablayıram. Mən bunun toplanmasını yazacağım indi. Bunu da buradan yazıram. Mən buradan yazaq. X bizdə nədir? Onsuz da X bizdə bir dənə də 5 üstü 17. Deməli, üstə gəlsin 5 üstü mənfi 17. Deməli, 5 üstü mənfi 17-dir burada. İndi də üstə gəlmə eləyəcəm. Üstə gələcəm bax bu Y-i. Yəni üstə gəlsin 5 üstü 17. Çıxılsın 5 üstü mənfi 17. Mötərizədə bunlar olacaq. X-i Y-in yerinə yazdım. Bərabərdir. Burada görürəm ki, 5 üstü 17 müsbət, 5 üstü 17 müsbət, mənfi. Bunlar getdilər. Qaldı nə qədər? Bərabərdir. Deməli, 2 dənə 5 üstü mənfi 17 qaldı da, düzdürmü bax?
Bir dənə burada, bir dənə burada. Müsbət özdə. 2 dənə 5 üstü mənfi 17. Sonra vurulsun. Vurulsun. 2 dənə də buradan, baxın. 2 dənə də buradan 5 üstü 17 qalacaq. 5 üstü 17 qalacaq. 2 verin. Və burada da 5 üstü mənfi 17, 5 üstü mənfi 17. Bunlar islah oldu. Nə qaldı? 5 üstü 17 qaldı 2 dənə. Və biri 2 dənə 5 üstü mənfi 17-dir. Biri 2 dənə 5 üstü 17-dir. Bunları da bir-birinə vursam, 2-ni 2-yə vursam 4 eləyəcək. 5 üstü 17-ni 5 üstü 17-yə vurmaq nə deməkdir? 5-in üzərində mənfi 17, qüvvətlər toplanaraq üstünə gələn 17. Bu da deməkdir? 5 üstü 0. 4-ü də 5 üstü 0-a vurmaq, ədədin üstü, müsbət ədədin üstü, istənilən ədədin üstü 0, 1-ə verir. 4-ü 1-ə vursaq 4 alacaq. Yəni bu sualın cavabı olacaq 4. Sonra bir ədədin qüvvəti əmsalından 2 dəfə böyükdür. Əmsal bilirsən ki, səndə 4 10-da 5 deyir. Qüvvət də səndə, baxın, qüvvət də səndə m-dir, n-dir. Fikir verin, burada bir dənə a da var. Ona görə 1 də əlavə edirsən. Bərabərdir 4,5-in 2 qatına. Qüvvət əmsaldan 2 dəfə böyük. Buradan nə alırsan? M üstə gəlsin n bərabərdir. Burası eləyir neçə? 4,2 vurun. 9. 9-dan da 1 çıxanda 8. M üstə gəl n 8-dir. Səndə m kvadrat çıx n kvadratının m çıx n, m üstə gəl n olduğunu bilirsən. Bir dəfə toplama, bir dəfə çıxma. Bərabərdir 32. İndi fikir verin. M üstə gələn yuxarıdan 8-dir axı. Buradan tapdıq. Onda burada nə qaldı? 4-ü 8-ə vurun 32 yerdə. Demək mənə çıxır ki, m çıx n fərqini tap. O da eləyir 4. Sualın cavabı olacaq 4. Növbəti. Deməli, bu sual çoxu yazmayıb. Deyəsən, A, B ədədlərin fərqi 11-dir. Bax, yazaq. A çıx B 11-dir. A vur B 23-dür. Fikir verin, bu əslində əvvəldə bir dənə sual var idi. A çıx, A üstə gəl B fərqini almaq üçün, A çıx B fərqinin kvadratını da almaq üçün A çıx B fərqinin üzərində nə gəlmək lazımdır? 4AB gəlmək lazımdır. Onu bilsən, bunu eləyəcəksən. Fikir verin. Deməli, mən ifadəsinin qiymətini tapın. Mən əgər A üstə gəlsin B-nin kvadratını almaq istəyirəmsə, deməli, A çıx B-nin kvadratının üzərinə 4AB gəlməliyəm. Vəssalam. A çıx B məndə. A çıx B məndə nədir? 11-dir. 11-in kvadratı 121-dir. Üzərinə gəlirəm. AB nədir? 23-dür. 4 vurur 23. Vəssalam. 121, o da 4 vurur 23, 93. 213, hə? Vəssalam. Yəni bu sualın cavabı olacaq 213. Növbəti, bu kub düsturudur. Fikir versək diqqətlə. Baxın. Bu kub düsturudur. Deməli, x çıxılsın. Deməli, bu hissədə 3y. X çıxılsın 3y-in kub düsturudur. Baxın, x-in kubu. Sonra 3 vurulsun. Bunları bir-birinə vur. Çıx 9xy, amma x-in kvadratı. Birincinin kvadratı. 2-cinin kvadratı. 2-cinin kvadratı. 3-ün kvadratı 9-dur. Bir dənə 3-ə vursam 27 olacaq. Çıx 27. X, y-in 27x. Burada 9y kvadrat olacaq. Çıxılsın. Üstə gəlsin 27x, y kvadratı olacaq. Bir də bunun çıxılsın 3y-in kubu. 27y kubu. Burada var. Bəli. Yəni, x çıxılsın 3y-in kubudur. Məndə də hamısı var da. Deməli, x-in yerinə mənfi 2-də 3 qoyuram. Çıxılsın. Y-i deyir 2-də 3-ü vur 3-ə. 2-də 9 olacaq o da. 2-də 9. Bunun mötərizə kubu. Bu eləyir 2-də mənfi 12. 2-də mənfi 12. Bunun mötərizə kubu. Mənfi 12-ni 2-yə bölmək. Mənfi 6 deməkdir. Mənfi 6-nın kubu. Mənfi 6-nın kubu da mənfi 216 verəcək. Yəni bu sualın cavabı mənfi 216. Belə. Növbəti, bəli, bunun çoxları yazmayıb. Çətin sualdır, razıyam. Deməli, məndən P1 var, P3 var. Düzdürmü? İndi mən x-in yerinə, bax bu verilmiş çox ədədlərdə 1 qoyacam. Çünki P1 lazımdır. Deməli, mən yazacam nə? P1 üzərinə gəlinsin. Bax, burada x-in yerinə hər bir yerinə 1 qoysam nə olacaq? P2 olacaq. P2 bərabərdir. X-in yerinə 1 qoyuram. 3 vurulsun 1-in kvadratı.
Çıxılsın 2 vurulsun 1. 2 yox idi orada bir dəqiqə. Çıxılsın x, yəni çıxılsın 1, üstə gəlsin 2. Bu neçə eləyir? 3-dən 1 çıx 2, 4 eləyir. Bu elə 4. Sonra mənə bir də P3 lazımdır. Məndə P1, P3'lər var. P3 olması üçün x-in yerinə 2 qoyuram. 2 verin. Buradan baxıram, bax buradan. X-in yerinə 2 qoysam P3 olacaq. Axı məndə burada P2 də var, burada da P2 yaransın. 2 verin ha. X-in yerinə 2 qoyuram, olur P2. Sonra x-in yerinə burada bu hissədə 2 qoyan olur, P3 olur da. Üstə gəlsin P. Üstə gəlsin P3 bərabərdir. X-in yerinə qoymuşdum 2. 3 vurulsun 2'nin kvadratı çıxılsın x, yəni 2, üstə gəlsin 2. Bu da nə deməkdir? 2'lər silah getdi. 0, 4, 10, 2. Düzdürmü? Düzdür. İndi məndə P1 ilə P3'ün cəmi var. Düzdürmü? Amma buna bir dənə P1 ilə P3'ün fərqini qoşsam tapa biləcəm də. Tənlikdən istifadə edəcəm. Ona görə alt-alta çıxıram. Həm də niyə çıxıram? Məndə P1 ilə P3 qalsın. Onda P2'lər burada islah getməlidir. Ona görə də ikincidən birincini çıxıram. Baxın, ikincidən birinci. P2'lər gedir islah. Nə olur? Olur P3 çıxılsın P1 bərabərdir. 12'dən də 4 çıxanda 8'ə. İndi bu şərti qoşuram ona. Və burada şərt vermişdi ya. Olur P3 toplamanın yerini dəyişirəm. Üstə gəlsin P1 bərabərdir 2'yə. Düzdürmü? Düzdür. Məndən P1'i soruşur. Bunları alt-alta toplasaq, bunlar gedər. P1'lər eynidir. Onda 2 dənə P3, 2 dənə deməli P3 məndə nə olar? Bərabər toplasam bunlar 10. Deməli P3 nədir? 5'dir. Vəssalam. Məndən P1'i soruşuraq. Mən də burada yerinə yazsam, P3'ün yerinə 5 yazsam, onda P1 nədir? 2 çıx 5. Mənfi 3. Vəssalam. Cavab burada olacaq mənfi 3. Növbəti sual. Sən elə bilirsən ki, bu 2 dənə və bu 3 dənə düsturdur. Yəni A üstə gəlsin B-nin kvadratıdır. Buradan mənfi 7'ni çıxarsam, yenə A üstə gəlsin B olacaq. Əlavədə üstə gəlsin 1 var axırda. İndi A üstə gəl B-ni topla burada. Rahatdır da. 4 ilə 2, 6 eləyir. 13'də 5 ilə 13'də 8, 13'də 13. O da 1. 7 eləyir. Yəni A ilə B-nin cəmi 7'dir. Vəssalam. A ilə B-nin cəmi 7 isə 7'nin kvadratı burada 49'dur. Çıxılsın 7 vur 7 49'dur. Üstə gəlsin 1. Bu da sənə 1 cavabını vermiş olacaq. Sonra sən bilirsən ki, burada deməli x, burada x kvadratı çıxılsın 9'dur və çıxılsın. Burada da sən bilirsən ki, kub düsturudur. Bunun kvadratı kimisini buraya yazıb 2'nin kvadratı. Bəli, onda kub düsturudur. Yəni mötəzədə yazıram. X'in kubu çıxılsın 2'nin kubu, yəni 8 bərabərdir. X kvadratını vuranda x'a x'in kubu çıxılsın 9x 9x çıxılsın x kubu çıxılsın olacağına üstə gəlsin 8. X kublar islah oldu. Mənfi 9x üstə gəlsin 8 qaldı. Mənə deyir ki, x'in yerinə 3'də 1 qoy. X'in yerinə 3'də 1 qoysaq bərabərdir. Mənfi 9 vurulsun 3'də 1 üstə gəlsin 8 bərabərdir. Mənfi 9 ilə 3 ixtisara gedir. Burada qalır mənfi 3 bərabər. Mənfi 3 üstə gəl 8. Mənfi 3'ün üzərinə 8 gəlmək müsbət 5 deməkdir. Yəni bu sualın cavabı olacaq müsbət 5. Növbəti deməli sonuncu sualdır. Çox bəsit bir sualdır. Diaqramdan görünür ki, diaqrama bir dənə fikrinə baxın. Diaqramdan görünür ki, A-nın qiyməti 5, A-nın qiyməti deməli 5'ə uyğundur. Əmsalı da deyək. A əmsalı daha doğrusu 5'dir, B əmsalı 1'dir, C əmsalı 2'dir. Yəni bizim kvadrat bu 3 ədli bu şəkildədir. 5x kvadrat üzərinə gəlsin B-nin yerinə 1, yəni 1x üzərinə gəlsin C-nin yerinə də deməli 2. Sərbəst 2, sərbəst. Fəsson. Yəni dedi ki, x 4 olanda həmin bu qiyməti hesabla. X-in yerinə 4 yazacaqsan.
5 vurulsun 4'ün kvadratı, yəni 16. Üzərinə gəlsin 4, üzərinə gəlsin 2. Bu da sənə verər neçəni? 80, bu da 6. 86 cavabı. Bu sualın cavabı da olacaq 86. Diqqətinizə görə minnətdaram. Digər sınaq izahlarında inşallah görüşərik.